Salam əziz şagirdlər. Qəbul imtahanlarkən belə bir sual verilib. Sualda bizə deyilir ki, AC tənböləndir. AC tənböləndirsə, o zaman bura alfa desəm, bu da alfadır və çarpaz bucağı olduğuna görə bu hissə də alfadır. Mən buradan alfa oturacağı bitişik bucaqlar alfa olduğundan ADS-nin bərabər yanlı üçbucaq olduğunu alıram. Onda AD-yə də yazaram 8. Və bizə şərtdə deyir ki, AD SB-yə bərabərdir. AD 8, sonra SB də 8-dir. Bizə isə AC diaqonalı deyir. AC diaqonalıdır, baxın bu məsafə. Bəs bu hissəni necə taparam? Bu hissəni belə taparam. Bilirəm ki, trapesiya bərabər yanlıdırsa, bu hissə alfa plus alfa 2 alfadırsa, bu hissə də 2 alfa olmalıdır. Onda mən nə almış oldum? Belə bir üçbucaq almış oldum. Baxın, bu şəkildə belə bir üçbucaq verilib. Bura 90-dır. Bura 8-dir. Baxın, bu 8 yazdım bura. Bura 2 alfadır. Bura isə alfadır. Mən buradan təpə bucağı 90-dırsa, alfa plus 2 alfanı da 90 yazaram ki, ümumi 180 versin. Onda 3 alfa 90, alfanı aldım 30. Alfaya 30 yazaram. 2 alfaya da nə yazaram? 60 yazaram. Bura 30 olar. Burada olar 60. 30'un qarşısındakı 8 isə 60'ın qarşısındakı kök 3 qədər çox olar. Yəni 8 kökdə 3 D variantı.